Elhamdülillah vəhdəh və salatu və selamu alə mən la nəbiyyə bə'də. 40 hədisin 9-cu hədisindəyik. Hədis Abu Hureyra, adı da Abdurrahman ibn Saxırdan rivayet olunur. Qalə səmi'tu Rasulullah sallallahu əleyhi və səlləm yəqul, deyir ki, Rasulullah sallallahu əleyhi və səlləmin belə dediyini eşitdim. Mə nəhaytukum anhu fəstənibuh və mə əmərtukum bihi fəfhalu minhu məstəta'tum. Yəni sizə mən sizə nəyi qadağan edirəmsə, ondan çəkinin. Nəyi sizə əmr edirəmsə, onu bacardığınız qədər yerinə yetirin. Fə innəmə əhləkə əlləzīnə min qablikum kəsrətu məsailihim. Həqiqətən də deyir, sizdən əvvəlkiləri çox sual vermələri və ixtilafihum aləl ənbiyaihim və peyğəmbərləri ilə mübahisə etmələri həlak etdi. Buxari və Müslim rivayət edib. Deməli, buradan alimlər müəyyən faydalar çıxardıb. Burada deyirlər ki, qardaşlar, sizdən əvvəlkilər, yəni Nəsrani və Yahudilər nəzərdə tutulur. Lazımsız suallar verdilər. Boş-boşuna suallar verdilər. Misal üçün, tutaq ki, Nuh əleyhissalam gəmini hansı taxta ilə düzəldib, hansı ağacdan. Sonra tez-tez görürsən ki, ixtilaf edirdilər, mübahisələr salırdılar. Lazımsız yerə peyğəmbərləri ilə mübahisəyə girirdilər və bunlar da artıq üst-üstə yığılır, onların həlak olmağına bir səbəb olmuşdu. Hədisdən çıxan faydalara baxaq. Peyğəmbərin sallallahu aleyhi və səlləmin qadağan etdiklərindən çəkinməyin vacibliyi. İkinci, qadağan edilənin azı da, çoxu da bura şamil olunur. Şamil olunur. Niyə? Çünki qadağandan çəkinmək asandır. Misal üçün də deyilir ki, oğurluq etmə, şirk eləmə, Allaha şərik qoşma. Burada nə var ki, yəni sən nə pul xərcləyirsən, nə bir şey oturursan da evdə, elə bir şey etmirsən də nəysə. Aydındır. Yəni bu haramlardan çəkinmək asandır. Sonra deməli faydalardan əmr edilən işin bacardığın qədərini yerinə yetirməsinin vacibliyi. Həqiqətən bacarırsansa, artıq onu yerinə yetirmək vacibdir. Misal üçün, namaz qılanda əmr olunub ki, ayaq üstə qılasan. Əgər doğrudan da imkanın çatırsa, sən o ayaq üstə durulan yerlərdə ayaq üstə durmaq lazımdır. Yox, artıq xəstəlik imkan vermirsə, oturan yerdə qıla bilərsən. Deməli, İmkan varsa ayaq üstə qılmaq, namaz qılmaq, bu zaman onu ayaq üstə qılmaq vacibdir və yaxud da ki, orucu tutmaq imkan varsa, tuta bilirsənsə, vacibdir ki, tutmalısan. Sonra faydalardan Peyğəmbər sallallahu əleyhi və səlləmin əmr etdikləri və qadağa qoyduqları, yəni Quranda varid olub-olmadığına baxmayaraq nə sayılır? Şəriət sayılır. Çünki burada deyir ki, hətta alimlər deyir ki, buradakı əmr və qadağalar Quranın davamı kimi sayılır. Deyir, axı sizə nəyi mən əmr etsəm. Sonra faydalardan əvvəlki ümmətlərin, yəni çoxsaylı məsələlər və peyğəmbərinə qarşı çoxlu etirazlar səbəbilə həlak olması və son fayda olaraq peyğəmbərlərə qarşı çıxmaqdan çəkinmək. İndi isə qardaşlar bunun qrammatik təhlilinə baxaq. Deməli, hədisdə mə nəhaytukum, yəni burada mə ismu şərtdir, cəzimdir
Məbniun alə sukun fi məhəllə raf mübtəda. Mübtədadır. Nəhəytukum. Nəhə fi'lu madindir. Məbniun alə sukun. Niyə? Liittisalihi bitəil fa'il. Yəni tu burada ona qoşulub. Yəni təv fail bu qoşulub. Ət-təu, yəni həmin buradakı tu, damir məbniun alə dammi fi məhəlli rafin fa'ilun. Sonra kum. Kum. Əl-kəf damirun xitab. Xitab damiridir. Məbniun alə dammi fi məhəlli nasbin məfulun bihi vəl mim lil cəm. Hansı mim? Buradakı mimi deyir. Anhu, an harfu cərrin. Əl-hə damirun məbniun alə dammi fi məhəlli cər. Sonra burada intəhə fiili fəntifə baxaq. Olmamalı da orada. Təfəllüdür. Və yaxud da bəlkə bu bunun heç özü rəvayətində də yoxdur. Yaxşı görək nə deyir. Əl-fəu vaqiətun fi cavabı şərt. İntəhəu əslində burada fəçtənibuhu ola bilsin onu sinonim kimi gətirib. O xətadır. Yəni ləfz burada fəçtənibuhu gəlib. Yəni onu deməli idi. İntəhə fi'lu əmr məbniun aləl hasfun nun. Yəni əslində qardaşlar nə idi orada? Yəni ictənəbə fi'li idi. Fəçtənibuhu yəni. Yəni ictənəbə fi'lini irab eləməli idi. Müəyyən xətalar var gördüyünüz kimi. Yəni çap xətaları. Sonra əl-vav, yəni vəmə əmərtukumu deyir. Damir məbniun alə sukun fi məhəlli rafə fəilun. Yoxsa, buradakı vavı deyir. Yəni, üzr istəyirəm, buradakı vavı deyir. Yəni, buradakı vav damirdir. Alə sukun fi məhəlli raf fəilun. Vəl cümlətu fi məhəlli cəzm cavabı şərt. Və bu cümlə hamısı, yəni indi burada intəhə gətirir. Amma fəçtənibuhu cümləsi nədir? Fi məhəlli cəzmdir. Niyə? Cavabı şərt olduğunu görə. Sonra və mə əmərtukum bihi. Burada indi biz fəfəlu oxuduq. Burada fə'tu gətirib. Yəni kitabın özündə də fə'tu gəlib. Tuğrabı iqrabı cümlətin səbiqə. Əvvəlki cümlə kimi, yəni fəntəhəv fəçtənibuhu kimi iqrab olunur. Sonra mə istətə'tum, mə ismi mövsuldur. Məbniun alə sukun fi məhəlli nasb məfulun bihidir. استطعتم استطاع فعل ماض مبني على السكون لاتصاله بالتاء الفاعل. التاء الضمير مبني على الضم في محل رفع فاعل والميم للجمع والجملة الصلة موصولة يعني بوصلة الموصولة صايلر ده لا محل لها من الإعراب. Bu yani ellezid. Sonra fe innema əhləkə əlfə litta'lil. Yəni innema kəfətin və məkfufə. Nə demək istəyir? Yəni buradakı mə yəni kəffə. İnnəni imkan verməyib ki, neynəsin? Öz işini görsün. Öz funksiyasını daşısın. Və həmçinin də innə feilə qoşulmur axı. Aydındır. Yəni bu mənin sayasına feilə qoşula bildi. Çünki mə kəfətin. Kəfə nədir? Yəni mani olan. İnnə isə özə məkfufə, yəni mani olunmuş. Aydındır. Bildiyimiz kimi mə innəyə qoşulsa, isim gəlsə də onu ismin asma sala bilmir. Bu bir, həmçinin də artıq feili cümləyə də qoşula bilir. Aydındır. Yaxşı, əhləkə feilun mədin məbniun aləl fəth. Əlləzinə yəni fə innəmə əhləkəlləzinə də min qablikum onu deyir. Əlləzinə ismi mavsul məbniun aləl fəth fi məhəlli nasb məfulun bihi müqəddəm. Yəni önə keçmiş məfulun bihidir. Min qablikum. Bu da müqəddəm. Nədən müqəddəm olur?
Yəni əhləkə əlləzinə. Yəni o failindən. Fail elə bil ki, kəthrətudur. Aydındır. Yəni əhləkə əlləzinə min qablikum kəthrətu məsailuhum. Bu kəthrə faildir. Məful bihi də ki, failindən önə keçib. Güya ki, belə olmalıydı da. Əhləkə kəthrətu əlləzinə. Aydındır. Kəthrətul məsailihim əlləzinə. Yəni belə olmalıydı. Məful bihin önə keçmələrində, yəni yəqin bilirsiniz ki, yəni hasır qaydasına görə, yəni bəlağətə görə önə keçir. Min qablikum, min hərfu cərin qabl ismu məcrur vəl cər vəl məcrur, yəni bunlar hamısı bir yerdə mütəalliqanə bi əhləkə feili ilə, yəni. Və huvə mudaf, yəni qablə mudafdır. Əl-kəf damirun məbnun aləl dammi fi məhəlli cərin bil idafə vəl cümlətə siləl mavsul lə məhəllə ləhə minəl i'rab. Yəni əlləzidən sonra gələn bu min qablikum zat, bunlar hamısı silətil mavsullədir. Lə məhəllə ləhə minəl i'rabdır. Kəthiratu fəilun muaxxar. Muaxxar nədə muaxxardır? Yəni əlləzidən muaxxardır. Yəni məful bihdən sonra gəlib. Mərfuun əlamətu rafihi əd-dammə və huvə mudaf. Məsailihim olacaq bu. Kəthiratu məsailihim. Məsail mudafun ileyhidir. Kəthraya görə məcrurun. Əlamətul cərihi əl-kəsrə və huvə mudaf. Hum damir məbniyun alə sukun fi məhəlli cər bil idafə. Sonra və ixtilaf, burada vav hərfi atıfdır. İxtilaf mə'tufun alə kəthiratu. Ona görə burada ixtilafu hum olacaq. Və huvə mudaf və hum tuğrabu kəmə səbəqa. Və ixtilaf da bildiyimiz kimi burada yenə fail sayılır da. Çünki kəthiratu nədir kəlməsinə, bax buna atıf olunub yəni. Alə hərfu cər. Ənbiyaihim, ənbiya ismi məcrur və əlamətül cər həl-kəsrə və huvə mudaf vəl cər məcrur mütəalliqani bi ixtilaf, ixtilaf sözülə mütəalliqdir. Yəni, nə üçün qardaşlar? Yəni, ixtilafə, yəni, baxmayaraq ki, məstərdir, amma feilin işini görə bilirdi. Yəni, bunlarda bu şeydə mütəalliq olub onunla. Və hum tuğrabu kəmə səbəq. Bitirdik deyəsən. Yaxşı, inşallah o bir hədisi başqa vaxt götürək. Subhanəkəllahumma bihamdik, əşhədu ən la ilahə illə əntə, əstəğfiruka və etûbü ileyk.